şəxsə görə növləri. Baxın, mən həmişə bunu birinci keçirdim. Birinci bunu keçirdim. Sonra sintaktik təhlilə keçirdim. Onda baxdım ki, uşaqlar əziyyət çəkir. Çünki cümlə üzvlərini bilməyəndə bunu tapmaq çətin olur. İndi dəyişmişəm qaydamı. Cümlə üzvlərini keçdim. Xeyli də eləmişik də sintaktik təhlil. Bir 50% şey olmalıdır. Ümumiyyətlə, istəyirsən 4 il hazırla gir, istəyirsən 1 il hazırla gir. Qavrama sənin neçə il hazırla getməyinə baxmır. Sən orada vaxtını necə dəyərləndirirsən? O məlumatdan necə istifadə edirsən? Məsələ budur. Bir də məktəbdə təməli qoyulmayan biliyi hazırlıq düzəldə bilmir. Mümkün deyil. Deməli, bax, sadə cümlə söhbət nədən gedir? Sadə cümlədən və şəxsə görə növlər. Şəxsə deyəndə nədir? Mən, sən, o, biz, siz, onlar. Bu şəxslərdən gedir söhbət, düzdürmü? Baxın, bunların adları birinci, müəyyən şəxsli. Müəyyən, şəxsli, sadə cümlə. İkinci, qeyri-müəyyən, şəxsli. Üçüncü, ümumi. Sonra şəxssiz. Bir də adlıq. Baxın, cümlələr iki yerə bölünür. Mübtəda əsasında formalaşan, bir də xəbər əsasında formalaşan. Yəni, bax, bu 4 cümlə müəyyən, qeyri-müəyyən, ümumi və şəxssiz cümlələrdə mütləq xəbər olmalıdır. Adlıq cümlədə isə mübtəda var, xəbər yoxdur. Deməli, müəyyən şəxsdə işi görən müəyyəndir. Baxın, bunu şəxslərə görə bölünür. Bu kitabda yoxdur bu izah. Bu izaha görə yadda saxlayın. Bu biraz, belə deyək, sadə izahdır. Çox sadədir, yəni elmi dildən uzaqdır. Amma bu daha yad. Baxın, əgər cümlənin mübtədası varsa, bu müəyyən şəxsdir. Orada heç nə axtarmırsınız, özünüzü yormursunuz. Baxırsan, xəbərdən mübtədaya sual verir, mübtəda içində var. Oldu mu müəyyən şəxslik? Vəssalam. İndi keçirik içində mübtədası olmayanlara. Əgər mübtəda mən yoxdursa, o yoxdursa, biz, siz, bunlar da yoxdursa, bunlar yenə olacaq müəyyən şəxslik. Ümumiyyətlə, müəyyən şəxsliyi bilmək olur. Deyirəm, gedirəm. Kim? Mən. Birində də söhbət kimdən getdi? Gəlirsiniz, sizdən gelir söhbət. Oxuyub mu? Kim? O. Gedərik mi? Kim? Biz. Amma deyəcəyiz ki, mən bunları da ona qoşa bilərsən də, bunları qoşanmıram. Çünki bunların budaqları ayrılır. Çünki burada başqa növlər də var. Hamısını bura daxil edə bilmərəm. Sadəcə mən özüm üçün çıxdaş elədim ki, bunu uşağa necə izah edeyim ki, uşaq mübtəda olmayanda bilsin nədir. Deməli, mübtədası olanlar hamısı nədir? Müəyyən şəxsidir. Mübtədası olmayan mən, o, biz, siz cümlələri də yenə müəyyən şəxsidir. Amma sən və onlarda dayanırıq. Bunlarda budaq ayrılır. Deməli, müəyyən şəxsini bildik. Qeyri-müəyyən şəxsi cümlələrin mübtədası yoxdur. Baxıram, mübtəda yoxdur. Xəbər olur. Üçüncü şəxs, cəm. Deməli, bu mübtədası onlardır. Amma içində olmasın, ha? İçində olmamaq şərti ilə. Bunun mübtədası onlar olaraq təsəvvür edilir. Xəbər üçün şəxs cəmdədir. Burada bizim bənzətmə modallarımız var. Sanki, güya, elə bil modalları ola bilər. Bunun xəbəri, mən bunları hardan oxumuşam bilmirəm. İndi tapa bilmirəm hardan oxumuşam. İndi deyəcəklərimi deyirəm ha. Amma hardansa oxumuşam. Deməli, bunların xəbəri ola bilər feilin xəbər şəklində, xüsusən də keçmiş zamanda, qəti gələcək zamanda, olsa bir də indiki zamanda. Bunların əsas işlənmə məqamı budur. Sonra keçdik ümumi şəxsliyə. Ümumi şəxslinin xəbəri, mübtəda yoxdur, x qoyuram. Buna nümunə çəkmədim. Deməli, buna məsələn deyirəm ki, elə bil onu göydən yerə çırpdılar. Kim? Onlar. Onlar içində yoxdur amma. Bu elə bil içində ola da bilər, olmaya da bilər. Və yaxud da onu saraya dəvət etdilər.
Onu iclasa çağırdılar. Kim? Onlar. Fikir verin. Xəbər üçün şəxs cəmdədir, mübtədası yoxdur, amma yerinə nə qoya bilərəm? Onları. Düzdür? İndi ümumi şəxsdir. Adı üstündə bu ümumiyə aiddir, yəni hər kəsə. Əsasən bura atalar sözü biçimində olan cümlələrə aid olur. Amma hər atalar sözünü bura aid edə bilmərik. Niyə? İçində mübtədası varsa, ümumi şəxsi olmayacaq. Bunun xəbəri olacaq. İkinci şəxs tək, üçüncü şəxs cəm. Baxın, deyir ki, meşənin hər addımlığında qayığa rast gəlirsən. Bu bəyəm sənə deyir, hamıya deyir də bunu. Yəni sən hər birimiz ora getsək, hər addımlığında bir qayıq görəcəyik, düzdür? Tutduz mənanı ki, bu hamıya aiddir. Meşənin hər addımlığında qayığa rast gəlirsən. Və yaxud, bunun deməli xəbər oldu, ikinci şəxsin təki. Və yaxud deyirəm ki, cücəni payızda sayarlar. Kim? Onlar. Amma bəyəm bunu onlara deyir, yoxsa hamıya? Hamıya deyir. Hamı mənasını tutmaz. Amma bir də var deyirəm ki, dostlar gündə tanınır. Tanınlar kim? Dost. O mübtədası var, getdi bura. Və yaxud da qarı düşmən dostu olmaz. Dost olmaz kim? Düşmən. Mübtədası var. Yəni hər atalar sözü gördüm, bura aid edeyim olmaz. Sən onu tutmalısın. Zaten cümlələrdən görəcəksiniz. Sonra şəxssiz. Şəxssiz cümlə, o cümlələrdən ki, onun mübtədası yoxdur və təsəvvür edilə bilməz. Bu bizə nəyi xatırladır? Feilin şəxssiz növünü. Yadınıza düşür, məsələyə baxıldı. Həmin cümlələr. Bunu fikir verin. Bunda biraz işlənmə dairəsi genişdir. Bunun xəbərləri ola bilər. Feilin şəxssiz forması, şəxssiz. Və yaxud ikinci, üçüncü növ təyinli söz birləşmələri ilə ifadə oluna bilər. Bir də frazeoloji birləşmə ilə. İndi gəlin işlədim. Buna baxanda görəcəksiniz ki, bura mübtəda daxil eləmək olmur. Yadınızda da yazmışdım. Qanı bu işdən çox qaralmışdı. Qanı qaralmaq nədir? Frazeoloji birləşmə. Hamısı bir yerdə xəbərdir. Mən ora mübtəda daxil edə bilirəm. Kim? Nə? Eləyəmirəm. Bu oldu frazeoloji. Və yaxud da mənim ondan zəhləm gedir. Mənim zəhləm üçüncü növdür. Zəhləm gedir də frazeoloji birləşmə. Hamısı bir yerdə oldu xəbər. Bu da oldu şəxssiz. Və yaxud da baharın gözəl anlarından biri idi. Fikir ver. Baharın anları anlarından biri ayrılmır. Hamısı bir yerdə xəbər. Və yaxud da gözəl bir yaz səhəri idi. Yaz səhəri xəbərdir. Necə gözəl, təyin. Burada mübtəda yoxdur. Daxil deyil. Burada yəni genişlik var. Bunlar oldu xəbər əsasında formalaşan. Bunların xəbəri olacaq əsasən üçüncü şəxs təkdə. Deməli, sonra qaldı, bunları bildik. Əlavə eləyərək deyim orada söz cümlələri. Söz cümlələr o cümlədir ki, biz onları qısa cavablandırırıq. Cavablarımız ya təsdiq, yox, təsdiq yəqinlik bildirən modal sözlər, bir də təsdiq inkar ədatları. Deyəm, dərsini oxumuşsan, deyirsən, hə, yox, xeyr, əsla, şübhəsiz, şəksiz. Belə cavablar verirsənsə, olur söz cümlə. Yox, desən ki, dərsini oxumuşam, deyirsən ki, hə, oxumuşam. Bu artıq söz cümlə olmur. Çünki orada oxumuşam var. Söz cümlə üzvlənməyən sözlərdir. Yəni, cümlə üzvü olmur bunlar. Əgər orada xəbər olacaqsa, hə, oxumuşam. Artıq bu söz cümlə olmur. Amma hə, ana olsa, yenə söz cümlə olacaq. Çünki ana kitabdır, cümlə üzvü olmur. Aydındır. Sonra keçdik nəyə? Adlıq cümlə. Bu çağa qədər biz müəllimlər uşaqları yuxuda saxlamışıq ki, uşaqlar elə cümlə ola bilməz ki, orada xəbər olmasın. Amma elə cümlə var ki, orada xəbər olmasın. Bax, bunlara adlıq cümlə deyilir. Adlıq cümlə söz birləşməsi formasındadır. Məsələn, Gürcistan Tiflis şəhəri. Bitdi, oldu cümlə. Deyə Sayın müəllimə, bu axı yarımçıqdır, bu nəyə çatdırır? Bu nəyə lazımdır? Bu nəyə lazımdır deyil. Bu bizim dramatik növdə yazılan əsərlər var, hansı ki, tamaşaya qoyulur, teatr kimi gedib baxırıq. O əsərlərdə, əsərlərin əvvəlində hadisələrin baş verdiyi məkan,
aktyorların, yəni obrazların daxili vəziyyəti, geyimləri haqqında məlumat verəndə həmin o qısa cümlələrdən istifadə olunur. Məsələn, Bakının gözəl bir səhəri, belə deyir. Bu nədir? Bir gözəllik qatmaq üçündür, başa düşdünüz? Bunlara adlıq cümlə deyilir. Adlıq cümlədə mütləq mübtəda olur, amma xəbər olmur. Orada ola bilər mübtəda təkcə, ola bilər təyin mübtəda, ola bilər zərflik mübtəda. Bax, bunlar. Və salam. Bu qədər. Başqa deyiləsi bir şey yoxdur.